Hə. Çox vaxt saqqız barədə sual verirlər. Saqqız, hansı saqqız orucu pozur və yaxud pozur, pozmur. Belə bir şey varmı? Ki, dadsız saqqız deyirlər, bəzən orucu pozmur. Tamı yoxdur, dadı yoxdur. Bu dadsız saqqızlar mən də eşitmişəm. Bilirəm ki, dadsız saqqızlar var. Yəni çeynəyəsə, amma hər halda Ramazandır da, nə məcburdur ki, çeynəyəsə. Nə məcburdur da qədər. Elhamdülillah dişləri möhkəmdir, iftardan sonra çeynə. Və yaxud da əgər ağızdan qoxursan iyi gələr, dişləri fırçala. Yəni təmizlə şotqa, heç bir problem yoxdur burada. Amma saqqız biraz ola bilər ki, onun suyu zadı, yəni dadı varsa dadı gedə bilər. Dadlı saqqızlar başa heç olmaz. Bəli. Oruc halında insan ölsə şəhid sayılırmı? Bir də namaz qılan deyil məsələn. Ümumiyyətlə, yəni ki, xeyir əməl üzərində ölməyi, xeyir əməl üzərində olmaq. Peyğəmbər s.ə.v-in bu barədə çoxlu sayda hədislər gəlib. Məsələn, kim son sözü la ilahe illallah olarsa, və yaxud da kim son əməli oruc olarsa, və yaxud da kimin son əməli Allah yolunda sədəqə olarsa, və yaxud da həcc vaxtı ölərsə, yəni bunlar hamısı xeyirli sonluqlardır. Xeyirli sonluqlardır ki, o insan bu əməl üzərində ölürsə, yəni umulur ki, bu onun üçün nədir? Xeyrə nədir? Xeyir olacaq. Bəli, həmçinin insan dünyasını dəyişəndə alnının tərləməsi Peyğəmbər s.ə.v deyir ki, yəni xeyirli ölümün əlamətlərindəndir. Hər halda inşallah ki, yəni ümid edirik ki, onun üçün xeyir olacaq. Bəli. Bəzən qardaşlar deyirlər bir-birinin arasında mənə dua elə. Bəli. Və yaxud da yazırlar bir-birinə mənim üçün dua elə, hansısa bir problemim var. Yəni bu caizdirmi, yoxsa hansı hallarda icazə? Kiminsə hansısa bir qardaşın deməsi ki, mənim üçün dua etkinə və yaxud da həccə gedirsə deyirsən ki, mənim üçün orada dua elə. Burada problem yoxdur. Etmək icazəlidir. Çünki bu barədə hədislər çoxdur və həmçində o Peyğəmbər s.ə.v-in o 70 min insan hansı ki, sorğu-sualsız cənnətə girəcəklər. Orada Uqaş adında səhabə olur, durur ayağa deyir ki, Yasin, mənim üçün dua etkinə, mən onlardan olur. Yəni bunu dəlil kimi gətirirlər ki, orada Allah Rasulundan istəyir ki, mənim üçün dua et və Peyğəmbər s.ə.v onun üçün dua edir ki, sən onlardansan deyir Uqaş. Və yaxud da başqa hədislərdə var. Həccə gedəndə səhabələr deyiblər bir-birlərinə ki, bizim üçün dua edir ki, orada. Hə. Amma digər tərəfdən baxanda buna insan vərdiş etməməlidir. Digər tərəfdən insan buna vərdiş etməməlidir ki, mən elə ümidimi bağlayım, qardaşlara deyim ki, hara getirsiniz, mənim üçün dua edin. İnsan özü dua etməyə can atmalıdır. Özü istəməyə Allahdan can atmalıdır. Ən gözəli də budur. Ən gözəli də budur, qardaşım. Bəli. Salam aleyküm. Allah bərəkət versin. Bayaq nəsihətdə qeyd etdiniz ki, kəfarə düşür yaxınlığa görə. Bəli. İnsanın tutan ki, imkanı var 60 nəfəri yedizdirmək. Rahat şəkildə bunu edir ki, yedizdirərəm də. Bu hal nəyə gətirib çıxarda bilər də bu cür münasibət? Yəni, yaxınlıq edir ki, onsuz da mənim imkanım var deyə yedizdirəcəm 60 nəfəri. Orada tərtibdə birinci 60 gün oruç tutmalıdır. Birinci 60 nəfəri 60 gün oruç tutmalıdır. Əgər bunu bacarmırsansa, yəni sənin sağlamlığın buna imkan vermirsə, onda mala baxalım. Malın varsa, imkanın varsa 60 nəfəri yedizdirməksə. Bu əməli rahat etməsi nəyə gətirib çıxarda bilərdi ki, eləyəcəm də? Yox, belə qəsdən şəkildə bu əlbəttə böyük günahdır. Orucu pozmaq böyük günahlardan əlbəttə ki. Onun cəzası var. İnsan həm tövbə, əgər sən yaxınlıqla belə pozmusansa, mütləq tövbə etməlisən. Tövbə edib o kəfarəni ödəyirsən. Bir məclisə gedirsən, orada iftarın vaxtını biz bildiyimiz vaxtdan 15 dəqiqə sonra, 20 dəqiqə sonra açırlar. Orada məsləhətimiz cəmaata tabi oldu, cəmaatla bir şey eləmək babından gözləmək, yoxsa elə mən açım, onlar da sonra açsınlar. Yox, bax da, əgər bilirsən ki, sən açsın fitnə ola bilər, söz-söhbətə səbəb ola bilər, heç bir şey, gözlə olarla bir yerdə. Yox, əgər bilirsən ki, heç bir problem yoxsa, aça bilərsən, aç, gözlə olarla açsınlar, sonra namazı qıl, o belə. Sizdən. Hə, qardaş. Bu 3 dənə şeylə, yeməyi, içməyə, diqqət insanlara. Bəli. Təkrar digər məsələn qeybət elədir. Yox, ümumiyyətlə günahlar orucu pozmur, sadəcə savab aparır. Hə. Çünki hədisdə də gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki,
kimsə sizdən yəni deyir o söyüşü, qeybəti və s. tərk etməsə, yəni Allah Taala'nın da onu yeyib içməyi tərk etməsinə ehtiyacı yoxdur. Hədis dəlildir ki, yəni savabı aparır. Bəli. Hə. Yox, pozmur. Pozmur. Bir bacı soruşur ki, deyir, elə bir şey yalan danışmaq məcburiyyətinə qalır. Heç kimə də zərər gətirməyən yalan danışa bilərmi? Yalan danışmağa arada icazə verilir. Yox, yalan danışmaq icazəli deyil, böyük günahlardandır. Və yalan danışmağa Peyğəmbər s.ə.v deyib 3 halda icazə verib. 1, 2 küsülü müsəlmanı barışdıranda, ər-arvad arasında, məsələn bilirsən ki, böyük bir fitnə olacaq, onun qarşısını almaq üçün hansısa bir yalandan istifadə edə bilərsən. Və həmçinin də müharibədə, düşmənə. Qalan heç bir halda yalan danışmaq olmaz. Yəni. Mən elə bir xəstəlik varım ki, namaz qılmamağa imkan verməsin. Elə bir xəstəlik yoxdur ki, o namaz qılmamağa imkan verməsin. Elə bir xəstəlik yoxdur. Əksinə insan xəstədirsə, namazlarını daha da çox almalıdır, daha da gücləndirməlidir. Allaha şükrünü daha çox bildirməlidir, təvəkkülünü daha çox artırmalıdır, dualar daha çox etməlidir, əlbəttə ki. Yəni elə bir şey yoxdur ki, insanı namazdan saxlasın. Elə bir iş, elə bir xəstəlik, elə bir nə bilim, sən hansısa bir işdə işsən, burada qıla bilmərəm və yaxud da mən filan yerdə qalıram, orada qıla bilmərəm. Elə şey yoxdur. Namaz Əngəl tanınır. bəli, əngəl tanınır, səninlə ta ölümə qədər, ölənə qədərdir. Bəli. Nəysə. Bilirəm ki, hər bayram dövlət işində işləyir falan. Hər bayramlarda ona oradan pay verilir. Bəli. Orada yeməli şeylər var. Icazəlidir, misal üçün, bəyin qabaqdan gələn Fatih bayramı. O, misal üçün, yeməli yeyə bilərmi qidaları? Yəni o şeyləri götürə bilər. Yəni halal məhsullardırsa, problem yoxdur. Bayram qeyd eləmir. Bilirəm, yəni ki, hər verirlər, görsən ki, pul məbləğində də mükafat kimi verirlər. Yəni götürmək olar inşallah, problem yoxdur. Səfərdən gəldiksə, Qoy bir dənə qardaş versin, uşaq versin. Uşaq versin bir dənə. Hə. Bilmədən sancıva atdınsa oruçdur. Oruç pozulur. Bilmədən. Yox. Bilmədən atdınsa pozulmur. Orucu davam edirsən. Hə qardaş. səfərdən gəlirsən, amma oruçlu elə bir şey, oruçlu halda gəlirsən, çatdığın yerdə orucu açırsan. Hə. Neçə gün tutmalı və ya necə olmalı? Problem deyil. Bilərəkdən amma açırsan da oruç edir. Bilərəkdən açdınsa bir gün tutursan da. Ümumən mənim səfərə getməmişdən oruç tutmamalısan, yoxsa səfərə çıxırsan. Onda orucu açırsan səfərdə, ya çıxanda. Yəni Ramazan ayında səfərdə tuta bilərsiniz orucu. Çünki Ramazan ayıdır. Çünki Ramazanı sən buraxsan, sonraki o biri aylarda, yəni bu Ramazandakı kimi ləzzət eləməyəcək. Yəni mükafatı da bu cür olmayacaq Ramazandakı kimi. Ona görə də səfərə çıx. Əgər görsən səfərdə çətindir, əziyyətlidirsə açarsan. Görün rahat keçirsə tut da, nə var ki inşallah. Tutmamaq icazəlidir. Tutmamaq icazəlidir. Tutmamaq icazəlidir. Bəli. Yoxdur, elə istərsən. Allah Son gündə Ramazanın son günlərində hansı əməllərə üstünlük verək? Bizə bir qısa nəsihət edin. İnşallah indi o barədə dərs hazırlayacağam. İndi bir də gələrik, yenə də keçərim inşallah son 10 gün barəsində. Amma son 10 gün barəsində Peyğəmbər sallallahu Ayşəyə nəsihət edir də ki, əgər bilsən ki, Qədr gecəsi nə edir? Deyir ki, o zikri öyrədir ona. Allahumma innaka afuvun karimun tuhibbul afwa fa'fu anni. Yəni bu zikri deyir Peyğəmbər sallallahu çox al. Yəni ona görə əksər
səhabələr, tabilər deyirlər ki, yəni bizim üçün bu zikri etmək hətta namaz qılmaqdan üstündür. Hətta gün ərzində. Bütün gecəni çalışma o zikri çox almaq inşallah. Allah istəyirəm, hə. Qardaş deyir, evlənmək istəyirəm, amma qarşı tərəf çox şey tələb eləyir də. Bu halda neynəməlidir qızla oğlan, bir-birini istəyir məsələn. Amma böyüklər çox şey tələb eləyirlər. Yox, hər halda indi böyüklər çalışmalıdır elə də, yəni o qarşı tərəfin imkanı dairəsində onu tələb eləsin də. Yəni elə şeylər tələb eləyirlər ki, yoxsa ona gücü çatmır. Ən azı əsas nə lazımdır ki, yəni oğlan əgər imanlıdırsa, əlhamdülillah, əxlaqlıdırsa, yəni belə deyək də, başının üstündə damı varsa, ev varsa qalmır, əlhamdülillah. Və yaxud da işi varsa, bilirsən ki, qazancı varsa, əlhamdülillah. Yəni bismillah eləyib Allahın izni vermək olar qıza. Amma çox şeylər tələb etmək olmaz. Yəni onsuz da indiki bilir ki, bu dəqiqə çətindir şərait. Valideynlər cahildirlər indi öz aləmindədirlər, tələb eləyirlər. Burada qızla oğlan neynəməlidir, nə nəsihət eləyər? Qızla oğlan heç bir şey, səbirli olsunlar. Qız evdə nəsihət eləsin anasına izah eləsin ki, yəni əlhamdülillah ki, oğlan ibadət əhlidir, namaz qılan əsas budur, ən önəmlisi budur. Ki, o da ibadət əhlidir, mən də ibadət əhliyəm. İşi var, gücü var, filan şey var, yəni nə lazımdır, əlhamdülillah. Və valideynlər də çalışmalıdır ki, elə uşaqlara, elə övladlarına öz dəstək olsunlar özləri. Yəni hamı gəlib birbaşa evin içində, evə birdən-birə olmayıb ki, görürsən evlənib sonradan ev alan olub və yaxud sonradan mini alan olub. Yəni Allah Subhanahu taala yavaş-yavaş getirir də. Çünki bir bazar hər şey olub sonra hər şey. Əlbəttə ki, elə olur ki, görürsən hər şey olur, sonra birdən aylar keçinə yoxdur. Yəni inşallah, yəni valideynlər çalışmalıdır uşaqları başa düşsünlər, sıxmasınlar. İmkanları da varsa eləsinlər olar. Əlhamdülillah. Bu qədər. Məsələdə bəzən ibadət əhli, cahillər də Keçib gedir. Yox, olur hə, eləncə olur hə. Hə, qardaş, əleyhissalam. Cemaatla namaz qılındı və vitrdə qılındı təravihdən sonra. Və gəldi evə, elə bir yatdıq, sahara duranda sahurdan dedikdə gecə namazı qılına bilər, yoxsa vitr sonuncu namazdır? Yox, vitr sonuncudur. Əgər gecə durub qılacaqsansa vitri qılma da onda. Qılma. Amma gecə belə dursan, 2 rükət məsələn dəstəmaz alıb 2 rükət dəstəmaz namazı qıla bilərsən. Gecə namazı. Hə. Bəs o məsələn 2 qılırlar, sonuncu vitri qılırlar. Sən 2 qılıb o sonuncu vitrdə qılmayıb çıxsan, imama tabi olmamış. Yox, problem yoxdur. O baxımdan. Problem yoxdur. Çıxmaq olar inşallah. Mən bayaqki suala qayıdım. Görsən burada istəyirlər soruşsunlar ki, qaçırtmaq olar mı? Yox. Qaçırtmaq, yəni qaçırtmaq heç bir halda olmaz. Yəni haramdır, icazəli deyil. Yəni qoy özünü o valideynlərin yerinə və fikirləş ki, sabah sənin qızını qaçırsalar necə olacaq? Yəni olmaz. Səbirlə ağsaqqallar varsa göndər, getsinlər, danışsınlar. Yəni ki, hər halda səbirli ol. Qız da orada çalışsın, anasını izah etsin, başa salsın inşallah. Allah Subhanahu taala asanlaşdıracaq. Bu qədər. Allah razı olsun. Subhanakallahumma. Həmdə əşhadu an la ilahe illə ente, estağfiruke və etûbü ileyk.